Kəlbəcərin Qamışlı kəndindən üzü yuxarı dağlara, meşələrə tərəf qalxanda, yəni Lev çayının sağ sahili ilə demək, üzü yuxarı meşəlik ərazilərə qalxanda təbii olan qoz meşəlikləri diqqət çəkir. Hündürlükləri 15-20 metrə qədər olanlar var. Bax, bu sinələr boyu təbii olaraq əmələ gələn qoz meşələri çox maraqlıdır. Üzərlərində meyvələri də var. Sadəcə çox irilmir. Düzdür, bu sinələr münbit olsa da görünür ki, çox su saxlamır. Ona görə də meyvələri irilmir və bəlkə də bu təbii halda olanıdır deyə bunun demək meyvələri, qozlar çox irilmir. Ağaçları özü təbii ki, çox hündürə qalxıb. Bundan əlavə bax, burada çoxlu sayda cökə ağacları var və cökə ağacları da çox diqqət çəkir. Həm diametrləri yoğundur, həm çox qamətlidir, çox gözəldir.